olsun, buyurun. Salam Aynur xanım, hər vaxtınız xeyir olsun. Masa düzülüşü demək olar ki, bizim haqqımızda çox məlumat verir, ilk təəssüratı yaradır. Bir gözəl, zərif masa düzülüşü qonaqlarımıza verdiyimiz dəyərin də bir xəbərçisidir. İndi isə mən sizə bir zərif masa necə olmalıdır, alətlər necə düzgünləməlidir, bu haqqda praktik şəkildə göstərəcəm. Bir kübar xanım masaya əyləşərkən masa ilə məsafəsi 4 barmaq məsafəsində olmalıdır. Gördüyünüz kimi masada parça salfet var. Parça salfeti kənarda açaraq iki ayaq üstünə qoymalıdır. Alicənablarımız isə parça salfeti bir ayaq üstünə, sol ayaq üstünə qoymalıdırlar. Masada əyləşən zaman bir kübar xanımın biləkləri masa üzərində olmalıdır. Bu cür oturuş bir kübar xanımın masa arxasında oturuşudur. Gəlin başlayaq alətlərimizdən. Sol tərəfdə mütləq şəkildə çəngəlimiz olmalıdır. Sağ tərəfdə bıçağımız və qaşığımız olmalıdır. Sol tərəfdə həmçinin çörək boşqabı və çörək bıçağı olmalıdır. Öndə isə desert üçün alətlərimiz mövcuddur. Sağ tərəfdə isə bakallarımız, su və şirin içkilər üçün istifadə olunur. İndi isə ana yeməyinə keçək. Ana yeməyi üçün mütləq şəkildə çəngəl və bıçaqdan istifadə etməliyik. Çəngəl bizim sol əlimizdə olmalıdır, bıçaq isə sağ əlimizdə olmalıdır. Çəngəl və bıçağı tutarkən mütləq şəkildə alətləri aşağı, üzü aşağı tutmalıyıq. Bu şəkildə tutmalıyıq. Alətlər hər zaman üzü aşağı baxmalıdır. Yemək yeyər zaman mütləq şəkildə böyük hissələri kiçik hissələrə bölməliyik. Ondan sonra yeməliyik. İndi isə yemək zamanı alətlərin dili haqqında danışmaq istəyirəm. Əgər yemək zamanı fasilə edirsinizsə, alətləri bu şəkildə qoymalısınız. Əgər bitirmişiksə, alətləri bu şəkildə qoymalısınız. Əgər ikinci yemək gözləyiriksə, alətləri bu şəkildə qoymalısınız. Əgər yeməyi çox bəyənmişiksə, alətləri bu şəkildə qoymalıyıq. Və ən sonda, əgər yemək yemək istəmiriksə və yaxud da yeməyi bəyənməmişiksə, alətləri bu şəkildə qoymalıyıq. İndi isə qədəhi hardan və necə tutmaq haqqında məlumat verim sizə. Qədəyi buradan tutmazlar. Çünki barmaqlarımızın izi qədəhdə xoşagəlməz bir görünüş yarada bilər. Desert alətlərimiz isə 2 ədəddir. Bir kiçik çəngəl və bir kiçik qaşıq. Kiçik çəngəli sərt desertlər üçün istifadə edirik. Kiçik qaşığı isə daha yumşaq desertlər üçün istifadə edirik. Kiçik çəngəl sərt desertlərdə istifadə edildiyi üçün yeganə çəngəldir ki, bıçaqsız istifadə edilə bilər.